Hansı şəxslər işsiz kimi qeydiyyata alına bilməzlər? Məşğulluq haqqında qanuna əsasən bu sadaladığım şəxslər məşğul şəxs hesab edildikləri üçün işsiz kimi qeydiyyata alına bilməzlər. Əmək müqaviləsi ilə işləyənlər, mülki hüquqi xarakterli müqavilələrlə çalışanlar, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və təsdiq edilənlər, Azərbaycan Silahlı Qüvvələrində xidmət edənlər, ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas müəssisələrində əyani təhsil alanlar, ölkə ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşları, xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər. Bu sadalanan kateqoriyaya aid olan şəxslər məşğulluq alt sistemində iş axtaran kimi qeydiyyata alına bilərlər.